Salam əziz tələbələr, artıq biz sizə bir neçə video dərsimizi təqdim eləmişik. İndi isə növbəti video dərsimizi təqdim etməyi planlaşdırırıq. Deməli, bizim bugünkü video dərsimizin mövzusu informasiyanın kompüterdə necə kodlaşdırılması və kodlaşdırdığımız informasiyanın həcminin hesablanması. Əvvəlcə gəlin bu suala cavab verək ki, informasiya nə üçün kodlaşdırılır? Nəyimizə lazımdır ki, biz informasiyanı kodlaşdırırıq? Hazır biz informasiyanı görürük, duyuruq, hiss edirik. Bəs yaxşı, bunu nə üçün kodlaşdırırıq? Bu sualın cavabını əvvəlcə belə aydınlaşdıraq. Deyək ki, bizim informasiyamızın iki forması mövcuddur. Yəni, bir ola bilər analogdur. Analog. İki, rəqəmsal. Analog informasiya və rəqəmsal informasiya. Analog informasiya hansı informasiyalardır? Məsələn, bizim gördüyümüz, duyduğumuz, hiss etdiyimiz, eşitdiyimiz bütün informasiyalar analog informasiyadır. Məsələn, əlimi nəyəsə toxunuram, isti olduğunu hiss edir, əlimi çəkirəm. Bu informasiya necə informasiyadır? Analog informasiyadır. Yəni, mən bunu hiss edirəm. Sizin eşitdiyiniz, hal-hazırda mənim danışdığım informasiya sizin üçün bir analog informasiyadır. Yaxşı, rəqəmsal informasiya nədir? Kompüterin gözü yoxdur, kompüterin hissiyat üzvü yoxdur. Kompüter onu hiss edə bilməz, görə bilməz, duya bilməz. Onun üçün biz həmən informasiyanı rəqəmsal formada təsvir etməliyik. Yəni, kompüterin başa düşdüyü informasiya rəqəmsal informasiyadır. Rəqəmsal informasiya üçün, yəni informasiyanı, analog informasiyanı rəqəmsal informasiyaya çevirmək üçün biz o informasiyanı kodlaşdırmalıyıq. Deməli, bizim informasiyanı nə üçün kodlaşdırdığımız aydın oldu. İndi isə informasiya necə kodlaşdırılır? Ümumiyyətlə, kompüterin yaddaşında olan bütün informasiyalar ikilik rəqəmlər şəklində, yəni ikilik kod şəklində kodlaşdırılır. Yəni, nə deyək? 0 və 1-lər şəklində kodlaşdırılır. Kompüterin yaddaşını açmaq mümkün olsa, yəni biz onun içini görməyimiz mümkün olsa, oradakı bütün informasiyaların 0 və 1-lərdən ibarət olduğunu görə bilərik. Məsələn, siz kompüterin ekranında nə görürsünüz? Şəkillər, fayllar, videolar və s. Amma biz kompüterin yaddaşına baxsaq, yəni bu mümkün deyil, amma biz onun yaddaşına baxsaq, orada sadəcə 0 və 1-lərin ardıcıllığını görərik. İndi isə gəlin baxaq ki, nə üçün 0 və 1-lərdən istifadə edilir və necə informasiya 0-1-lərlə kodlaşdırılır? Ümumiyyətlə, 0-1-lərlə kodlaşdırılmaya, yəni ikilik rəqəmlər ardıcıllığına binary digit deyirlər, yəni ikilik kod. Və informasiyanı, yəni müxtəlif informasiyalar olar ki, bunları biz rəqəmsal formada müxtəlif yollarla kodlaşdırırıq. Məsələn, var simvolların kodlaşdırılması, ədədlərin kodlaşdırılması, qrafiki təsvirlərin kodlaşdırılması və video faylların kodlaşdırılması. Biz bunu kateqoriyaya ayıra bilərik. Yəni, 1. Simvolların kodlaşdırılması. Simvolların kodlaşdırılması. 2. Ədədlərin kodlaşdırılması. 3. Qrafiki təsvirlərin kodlaşdırılması. 4. Video faylların kodlaşdırılması. Deməli, biz informasiyanın kodlaşdırılmasının 4 növünə baxacaq. Yəni, simvolların kodlaşdırılması, ədədlərin kodlaşdırılması, qrafiki təsvirlərin kodlaşdırılması, video faylların kodlaşdırılması. Əlavə olaraq səs fayllarının da kodlaşdırılmasını bura aid edə bilərik. Amma hal-hazırda o sizin üçün lazım deyil. Yəni, hal-hazırda ona ehtiyac yoxdur. İndi isə biz bir-bir bunları nəzərdən keçirdək. Yəni, simvollar necə kodlaşdırılır, ədədlər necə kodlaşdırılır, qrafiki
təsvirlər necə kodlaşdırılır, video fayllar necə kodlaşdırılır. Əvvəlcə biz simvolların kodlaşdırılmasından danışaq. Deməli, simvolların kodlaşdırılması. Ümumiyyətlə, hal-hazırda mövcud olan kodlaşdırılma standartları var. Simvolları kodlaşdırmaq üçün. Bunlara hansılara ayrılırlar? 1. ASCII standartı. 2. Unicode. ASCII standartı və Unicode. Yəni, ümumiyyətlə, kompüterdə mövcud olan simvol informasiyasını kodlaşdırmaq üçün biz ASCII və Unicode standartından istifadə edə bilərik. İndi isə bunların fərqindən danışacaq və hər birində necə informasiya kodlaşdırılır. Əlbəttə, siz bunu başa düşməlisiniz ki, simvol nədir? Yəni, simvol məsələn, IPG. IPG sözündə məsələn 3 dənə simvol var. I simvolu, P simvolu və G simvolu. Deməli, bu simvolların ardıcıllığını necə kodlaşdırmaq olar? Biz onu əsasən indi nəzərdən keçirəcəyik. Məsələn, əvvəlcə danışaq, belə bunu buradan gələcək. ASCII standartına görə necə kodlaşdırma aparmaq olar? Unicode'u silirəm buradan, təkcə ASCII qalır. Yəni, bilin ki, biz hal-hazırda ASCII standartını necə kodlaşdırma aparır. Məsələn, tutaq ki, biz bir A hərfini kodlaşdırmaq istəyirik. Simvoldur da, A bir simvoldur. Mən məsələn A götürdüm. Yəni, ASCII standartında biz A üçün yazacaq və bütün simvollar bu qaydada kodlaşdırılacaq. Deməli, məsələn, A üçün yaddaşda ASCII standartına görə 8 mövqeyə ayrılır. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu şəkildə 8 mövqeyə ayrılır və 0-1-lər şəklində kodlaşdırır. Məsələn, bu şəkildə. 1, 0, 1, 1, 0, 1, 1, məsələn. Yəni, ümumi A-nın kodu bu deyil. Amma məsələn, ola bilər ki, belə kodlaşdırsın. Deməli, ASCII standartına görə A hərfi, məsələn deyirəm A hərfi, A hərfi olmaya bilər. A hərfi üçün yaddaşda 8 mövqeyə ayrılır və hər bir mövqeydə 1, 0 və 1, 1 ola bilər. Yəni, hər bir mövqeydə bir ikilik rəqəm yerləşir. Bildiyimizə görə də hər bir ikilik rəqəm yaddaşda bir bit yer tutur. Deməli, ASCII standartına görə bir simvol yaddaşda 8 bit yer tutacaq. Yəni, bunu yadınızda saxlayın ki, ASCII standartına görə bir simvol yaddaşda 8 bit yer tutur. Nəyə görə? Çünki A hərfi üçün yaddaşda 8 mövqeyə ayrılır və hər bir mövqe, yəni hər bir ikilik rəqəm yaddaşda 1 bit yer tutur, 8 dənə ikilik rəqəm yaddaşda 8 bit yer tutacaq. Standart olaraq biz belə götürə bilərik 8 bit və ya 1 byte. Necə ki, 1 metr 100 santimetrdir, burada da 8 bit 1 byte götürülür etalon olaraq. Yadınızda saxlayın ki, bit informasiyanın ən kiçik ölçü vahididir. İnformasiyanın əsas ölçü vahidi isə 1 byte'dır. Yəni, byte informasiyanın əsas ölçü vahididir, bit isə informasiyanın ən kiçik ölçü vahididir. Görüldüyü kimi, biz məsələn bir simvolu bu şəkildə kodlaşdırdıq. Yaxşı, indi belə bir sual çıxır. ASCII standartına görə neçə simvol kodlaşdırmaq olar? Bu suala necə cavab verə bilərik? Deməli, biz baxırıq ki, hər bir simvol üçün yaddaşda 8 mövqeyə ayrılır. Deməli, bu 0 və 1-lərin bütün mümkün hallarının sayına qədərdir. Ümumiyyətlə bir qayda var. 8 rəqəmli, 2 müxtəlif rəqəmdən düzəldilmiş 8 rəqəmli bütün ədədlərin sayı 2 üstü 8 ədəddir. Yəni, 2 üstü 8 dənə simvol kodlaşdıra bilərik ASCII standartına görə. Məsələn, bütün mümkün halların sayını yazsaq, 0 və 1-lər ardıcıllığı şəklində 8 rəqəmli bütün mümkün halların sayı 2 üstü 8 dənədir. Bu bir düsturdur. Deməli, 2 üstü 8-dən 256-dır. Bu qənaətə gəlir ki, ASCII standartına görə biz 256 simvol kodlaşdıra bilərik. ASCII standartından ümumiyyətlə misal olaraq belə yazaq. Ali sözü ASCII standartına görə Ali sözü yaddaşda nə qədər yer tutur? Əvvəlcə baxırıq, Ali sözündə neçə simvol var? 1, 2, 3.
Deməli, Ali simvolunda, Ali sözündə 3 simvol var. Və hər bir simvol ASCII standartına görə 8 bit, yəni 1 bayt yer tutduğuna görə Ali sözü yaddaşda 8-i vururuq 3-ə 24 bit, yəni 3 bayt yer tutar. Ali sözü 24 bit, yəni 3 bayt yaddaşda yer tutur. Bu oldu ASCII standartının kodlaşdırılma üsulu. Yəni ASCII standartı informasiyanı bu şəkildə kodlaşdırır. Bəzən belə bir suallar da olur. Ümumiyyətlə sual verilir, 5 bitlə neçə simvol kodlaşdırmaq olar, 10 bitlə neçə simvol kodlaşdırmaq olar. Bunu unutmayın ki, biz tutaq ki, enə bir simvol kimi, enə bir müəyyən bir dəyişən kimi baxsaq, sual olsa ki, n bitlə neçə simvol kodlaşdırmaq olar, qayda kimi yadınızda saxlayın, 2 üstü n dənə. Yəni, 7 bitlə neçə simvol kodlaşdırmaq olar? 2 üstü 7, yəni 128 simvolu kodlaşdırmaq mümkündür. Bu bir qaydadır. Bunu heç vaxt unutmayın. Və yaxud da bu sualın əksi ola bilər. 128 simvolu neçə bitlə kodlaşdırmaq mümkündür? 128 dənə simvolu neçə bitlə kodlaşdırmaq mümkündür? 128-in 2 üstü neçə yaza bilərik? Əlbəttə 2 üstü 7. İndi bəziləriniz ola bilər ki, 2 üstü 7-nin nə olduğunu bilməzsiniz. 2 üstü 7 o deməkdir ki, 2-ni 7 dəfə öz-özünə vururam. Və 2-ni 7 dəfə öz-özünə vurandan sonra biz 128 alırıq. Deməli, 128 simvolu kodlaşdırmaq üçün mənim yaddaşda 7 biti ehtiyacım var. Belə suallar da olur adətən, qəbul tipli suallardır. Bu qaydanı unutmayın, yadınızda saxlayın. Biz ASCII standartını öyrəndikdən sonra indi isə Unicode standartı haqqında danışa bilərik. Unicode standartı da ASCII-yə oxşar standartdır, sadəcə biraz fərqliliyi var. Deməli, Unicode standartından danışaq. Unicode. Unicode standartı ümumiyyətlə nə üçün istifadə edildi? Birazdan danışarıq bu barədə. Unicode standartı informasiyanı necə kodlaşdırır? Tutaq ki, burada bir A hərfi üçün yaddaşda 16 mövqe ayrılır. Yəni, biz ASCII-də yaddaşda 8 mövqe ayrılmışdır. Burada isə yaddaşda 16 mövqe ayrılır. Yəni, bu şəkildə ayrılış edir. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, bunları biraz yazaq. 13, 14, 15, 16. Məsələn, 0-1-lər ardıcıllığı şəklində kodlaşdırır. İminli A hərfinin kodu bu olmaya bilər. Mən qısa olaraq yazıram. Məsələn, A hərfi üçün bu şəkildə kodlaşdırma aparır və biz bilirdik ki, bir ikilik rəqəm yaddaşda 1 bit yer tutur. Deməli, ASCII standart, Unicode standartına görə bir simvol yaddaşda nə qədər yer tutacaq? Bir ikilik rəqəm 1 bit yer tutur. Deməli, burada neçə dənə ikilik rəqəm var? 16 dənə. A hərfi yaddaşda 16 bit yer tutacaq. Yəni, 16 bitdə 2 bayt götürülür. Nəyə görə? 8 bit 1 baytdır, 16 bit 2 baytdır. Unicode standartına görə bir simvol yaddaşda 2 bayt yer tutur. Bunu da unutmayın. Məsələn, burada isə Ali sözü bayaq demişdik ki, ASCII standartına görə Ali sözü yaddaşda 3 bayt yer tutur, amma Unicode'a görə yaddaşda Ali sözü 6 bayt yer tutacaq. Nəyə görə sual versəz? Çünki Ali sözündə 3 simvol var və hər bir simvol 2 bayt yer tutur. Deməli, Ali sözü yaddaşda 6 bayt yer tutacaq. Yəni 6 bayt 48 bit. 6-8'in 48. Yəni 1 baytı 8 bit götürsək 6 bayt 48 bit olacaq. Bu da oldu Unicode standartının kodlaşdırılması. Unicode standartı da bu şəkildə kodlaşdırır. Belə bir sual çıxır. Unicode standartında neçə simvol kodlaşdırmaq olar? Biz sizə bayaq demişdik. N bitlə neçə simvol kodlaşdırmaq olar? 2 üstü n dənə. Yaxşı, Unicode'un bir simvolu yaddaşda nə qədər yer tutur? 16 bit. Deməli, Unicode'a görə biz 2 üstü 16 dənə simvol, yəni 65536 dənə simvol kodlaşdıra bilərik. Deməli, gördüyümüz kimi ASCII-də nə oldu?
ASCII-də 256, amma Unicode-da 65536 simvol kodlaşdırma mümkün oldu. İndi isə gəlin, ASCII və Unicode-un fərqləri haqqında danışaq. Mən bunları da silim. Məsələn, Unicode, buradan ayıram, bir də silirəm, ASCII. ASCII və Unicode. Fərqləri haqqında danışaq, məsələn, nə deyək? Yazar bir simvolun yaddaşda tuttuğu yer, bunu bir cədvəl şəklində yazar, kodlaşdırdığı simvolların sayı. Bəlkə də siz daha aydın görürsünüz bunları. Deməli, birinci hissəyə yazdım bir simvolun yaddaşda tutduğu yer, ikinci hissəyə yazdım kodlaşdırdığı simvolların sayı. İndi bunun nə olduğunu deyəcəm. Unicode-a görə bir simvol yaddaşda nə qədər yer tutur? 2 bayt. ASCII-yə görə isə bir simvol yaddaşda 1 bayt yer tutur. Kodlaşdırdığı simvolların sayı Unicode 65536, ASCII isə 256 simvol kodlaşdıra bilir. Göründüyü kimi, Unicode-un ASCII-dən üstünlüyü nədir? Baxırıq, ASCII, Unicode bir simvol üçün 2 bayt yer ayırır, amma ASCII 1 bayt. Deməli, Unicode ASCII-yə görə yaddaşda tutduğu yerdə neyinir? Uduzur. Nəyə görə? ASCII daha az yer tutur. Amma Unicode 65536 dənə simvol kodlaşdırır. ASCII isə 256. Deməli, Unicode-un ASCII-dən üstün tərəfi odur ki, daha çox simvol kodlaşdıra bilir. Çünki belə deyək, 256 simvolla yalnız müəyyən əlifbaları kodlaşdırmaq mümkün idi. Amma Azərbaycan əlifbasını və yaxud da başqa əlifbaları kodlaşdırmaq mümkün değildi. Amma Unicode-da bu mümkün oldu. Çünki 65536 simvolla dünyanın bütün əlifbaları kodlaşdırıla bildi. Yaxşı, ASCII-nin Unicode-dan üstünlüyü nədir? Baxırıq, Unicode yaddaşda 2 bayt yer tutur, ASCII isə 1 bayt. Deməli, ASCII-nin Unicode-dan üstünlüyü odur ki, yaddaşa qənaət edə bilir. Yəni, yaddaşda daha az yer tutur. Bu oldu bizim simvollarımızın kodlaşdırılması. Ümidvaram ki, sizə aydın olmuşdur simvollar necə kodlaşdırılır. İstəyirsiniz, belə bir şey deyək. Məsələn, sizə məsələ tipləri deyəcəm. O məsələlər necə həll olunur? Standart düsturlarla. Ən çox istifadə edilən məsələ tipləri, yəqin ki, bir çoxunuz əziyyət çəkirsiniz bu məsələlərdən, çünki aydındır ki, ixtisasınız informatika deyil və heç vaxt bu sahə ilə məşğul olmamışsınız. Amma sizin magistra qəbul olmağınızda aparıcı bir fənnə çevrilir. Məsələn, məsələ tipləri adətən belə olur. Mən əvvəlcə ASCII üçün yazıram məsələni, ASCII standartı üçün. Deyək ki, sizə kitab məsələsi verilir. Sual belə qoyula bilər ki, ümumiyyətlə, kitab bilirsiniz ki, sətirlərdən ibarətdir. Bu şəkildə sətirlərdən ibarətdir. Sualda deməli nə verilir? Deyir ki, kitabın bir səhifəsində n ədəd sətir var. Hər səhifəsində n ədəd sətir var. Yəni, n hər hansısa bir dəyişəndir. Məsələn, biz bura baxsaq, burada neçə sətrimiz var? Bunu da sətir götürsək, 1, 2, 3, 4, 5, 6, 7, 8. Məsələn, biz onu standart olaraq n götürək. N dənə sətrimiz var, çünki istənilən ədəd üçün. Hər sətirdə simvol sayı m ədəd olsa, belə deyək, kitabımızın hər səhifəsində n dənə sətir var, hər sətirdə m dənə simvol var və kitabımız k ədəd nədən ibarətdir? Səhifədən ibarətdir. Yəni, necə başa düşər?
kitabımız, məsələn, hər hansısa, belə deyək, bir kitabdır. Məsələn, bir kitabdır. Kitabın ümumi səhifələrinin sayı, yəni səhifələr, indi burada vərəqdir. Vərəqi iki tərəfli götürəndə səhifə olur. Səhifələrin sayı K ədəddir. Kitabdakı olan sətirlərin sayı, gördüyünüz kimi, hər bir sətirlər var axı. O sətirlərin sayı N ədəddir. Hər sətirdə olan simvolların sayı isə N ədəddir. Biz indi bu kitabın simvollarının sayını necə taparıq? Məsələn, tutaq ki, S simvolların sayını tapmaq üçün götürülmüş bir dəyişəndir. S nəyə bərabərdir? M vurulsun M vurulsun K. Yəni, kitabın ümumi simvollarının sayı S bərabərdir. N vurulsun K. Bu bir qaydadır. Yəni, biz kitabın ümumi simvollarının sayını tapmaq istəyiriksə, onun sətir sayını vururuq simvol sayına və vururuq onun səhifə sayına. Nəticədə tapırıq kitabda olan bütün simvolların sayını. Deməli, biz tapdıq, tutaq ki, hər hansısa bir ədəd. Asli standartına görə bu yaddaşda nə qədər yer tutur? Biz bilirik ki, məsələn, S hər hansısa bir qiymət oldu. N-in, K-nın yerində bir qiymətlər var. Biz tapmalıyıq ki, bizim kitabımız yaddaşda nə qədər yer tutur? Biz bilirik ki, ASCII standartına görə bir simvol yaddaşda 1 bayt yer tutur. Deməli, tutaq ki, S-i əgər alsaq biz 150. Məsələn, hesabladıq, N-K-nın bir ədədi qiyməti var. Hesablama apardıq, 150 aldı. Deməli, ASCII standartına görə kitabım yaddaşda 150 bayt yer tutacaq. Nəyə görə? 150 simvol var və hər bir simvol yaddaşda 1 bayt yer tutur. Deməli, ASCII standartına görə hesablama bu şəkildə getdi və tapdıq 150 bayt. Sizə qısa olaraq Unicode'da bunu necə eləmək lazımdır? Ümumiyyətlə, əgər həcm soruşulursa, haradasa bunu qeyd edin. Yəni, belə deyək, əgər sizdən həcm soruşulursa, hesablamanı ASCII-də aparırsınız. Hesablama ASCII-də gedir. Nəticədə sonunda aldığınız ədədi əlavə olaraq bir 2-yə də vurursunuz. Yəni, 150 vurulsun 2, 300. Bu kitabın Unicode'a görə yaddaşda tutduğu yer 300 bayt olacaq. Nəyə görə? Burada bir simvol 2 bayt yer tutur. Bəyək dediyi bir simvol 1 bayt yer tutur. Amma Unicode'a görə bir simvol 2 bayt yer tutur. Qısa olaraq belə yadınızda saxlayın. Əgər bizdən həcm soruşulursa, həcmi axtarılırsa, ASCII-də həcmi hesablayırıq və aldığımız cavabı əlavə olaraq bir 2-yə də vururuq. Bu bir qaydadır. Bunu yadınızda saxlayın. İkinci hala baxaq. İkinci halımız necədir? Tutaq ki, bizim S-imiz mövcuddur. Yəni, deyək ki, kitab, yaddaşlar filan qədər yer tutur. Ya bizdən K-nı soruşa bilər, K-nı soruşa bilər, ya N-i, ya N-i. Yəni, bizim kitabımızın həcmi verilir. Orada bizdən ya sətir sayı, ya səhifə sayı, ya da simvol sayı soruşur. Bu tipli məsələləri necə həll edirik? Bizim bir düsturumuz var idi. S bərabərdir. N vurulsun M vurulsun K. Aydındır ki, S məlumdursa, N, M, K-nı necə hesablayarıq? Tutaq ki, N bizə məlum deyil. Yəni, N nəyə bərabərdir? N nə demişdik? Sətir sayı. Bərabərdir. S bölünsün M vurulsun K-ya. Və yaxud da fərqi də ola bilər. M nəyə bərabərdir? S bölünsün N vurulsun K. K nəyə bərabərdir? S bölünsün N vurulsun M. Düsturları unutmuyor. Sətir sayı nəyə bərabərdir? Həcm bölünsün səhifə vurulsun simvol sayı. M simvol sayı nəyə bərabərdir? Həcm bölünsün sətir vurulsun səhifə sayı. K nəyə bərabərdir? Həcm bölünsün simvol sayı vurulsun sətir sayı. Bu düsturda əgər bizim həcmimiz mövcuddursa, o halda tətbiq edə bilərik. Və bir şeyi unutmayın ki, bu S həmişə baytla verilməlidir. Əgər bizə başqa ölçü vahidi ilə verilirsə, məsələn, kilobaytla verilirsə, megabaytla verilirsə və s. O halda biz S-i nə etməliyik?
çevirməliyik byte-a. Yəni byte formasında tətbiq etməliyik. Tutaq ki, ASCII-yə görə hesablama belədir. Siz əgər sual verilibsə, ASCII-yə görə bu şəkildə hesablama apardıq, çox rahat cavabı aldınız. Amma bizim Unicode standartımız da var. Unicode'da necə eləyəcəyik? Məsələn, tutaq ki, n-i tapmaq lazımdır. S burada, tutaq ki, ASCII-yə görə deyiləm. 150 deyildi, 150 byte-yə tutmurdu S. Yox, daha doğrusu Unicode'a görə bizim S-imiz 300 byte-yə tuturdu, bəyək hesablamışdım. S 300 byte-yə tuturdu Unicode'a görə. Tutaq ki, deyək ki, n vurulsun k-nın da qiyməti 10 imiş. N vurulsun m-i də 10 götür. N vurulsun k-nı da 10 götürək. 300 bölünsün 10 neçə aldı? 30. Yadınızda saxlayın ki, hesablama bu şəkildə ASCII-də aparıldıqdan sonra əgər Unicode'da tapmaq istəyiriksə, yəni həcm məlumdursa, o halda tapdığımız cavabı əlavə olaraq 2-yə də bölürük. Yəni alırıq 15. Deməli, bizim n-imizin qiyməti 15 imiş. Aydın olmadısa yenidən təkrar edeyim. Tutaq ki, bizim birinci halda nə demişdik? Əgər bizim S-imiz məlum deyilsə, S-də bilirsiniz də nədir? Həcm məlum deyilsə, Unicode'a görə tapdığımız cavabı 2-yə vururuq. Əgər bizim həcmimiz məlumdursa, digər parametrləri axtarırsa, yəni n-i, m-i, k-nı hesablayırsa, tapdığımız cavabı, yəni Unicode'da axtarışdan söhbət gedir. Tapdığımız cavabı əlavə olaraq 2-yə də bölürük. Ümid edirəm ki, sizə aydın olmuşdur. Aydın olmasa, necəsə suallarınızı yazarsınız bizə, çalışaraq cavablandıraq. Baxın belə, məsələ tipləri də bu şəkildə həll olunur. Məsələn, gəlin sizlə bir məsələ həll edək. Məsələn, deyir ki, kitab, biz necə, düsturumuz necədir? S bərabərdir n, vurulsun m, vurulsun k. Sual belədir, kitabın 10 dənə, yəni hər səhifəsində 10 dənə sətir var, yəni n oldu. Simvol sayı hər sətirdə 15 simvol var və kitab 3 dənə sətirdən səhifədən ibarətdir. Baxın, görün nə deyir? Deyir ki, kitabın 10 dənə nəyi var? Hər səhifədə 10 dənə sətir var, hər sətirdə 15 simvol var və kitabın ümumi 3 səhifəsi var. Bu kitab yaddaşda nə qədər yer tutar? Bunu necə hesablama olar? ASCII standartını əvvəlcə izah edirəm, yəni ASCII-yə görə necə hesablama olar? S nəyə bərabər edir? 10, yəni n vurulsun, n vurulsun k, 10 vurulsun, 15 vurulsun 3. Yəni olur neçə? 10'a 15'e oranında 150 vurulsun 3, 450. Deməli, mənim kitabım yaddaşda nə qədər yer tutar? 450 byte. Nə üçün? Çünki kitabımda 450 simvol var və ASCII standartına görə bir simvol yaddaşda 1 byte yer tutur. Deməli, bu kitabda yaddaşda 450 byte yer tutacaq. Əgər bu hesablama Unicode üçün desəydi, nə edəcəkdik? Biz sizə dedik ki, əgər hesablamanı Unicode'da soruşursa, ASCII-də yox Unicode'da, hesablamanı ASCII-də aparıb, əlavə olaraq tapdığımız cavabı 2-yə vura bilərik. Yəni, S-i vursaq 2-yə, deməli bu Unicode'da hesablama olacaq. 450 vurulsun 2 bərabərdir 900 byte. Deməli, kitab ASCII-yə görə 450 byte yer tutur, Unicode'a görə 900 byte yer tutur. Bu bir tip məsələ həlli. İkinci tipi deyək. Deyək ki, bizim k mövcud deyil. S-imiz nəyə bərabərdir? 1800 byte. Tutaq ki, deyək kitabın hər səhifəsində 10 sətir var, kitabın 15, hər sətirdə 15 simvol var və kitab 1800 byte-a bərabərdir. Biz kitabın nəyini axtarırıq? Səhifə sayını, yəni k-nı axtarırıq.
standartını əvvəlcə hesablayaq. ASCII-də necədir? ASCII-yə görə deyir, bu kitab neçə səhifədən ibarətdir? K-nəyə bərabərdir? Və yaxud demişdik də düsturda S-i artıq baytda olduğu üçün elə özünü saxlayırıq, yəni baytda, yəni yerindən bayta çevirməyəcək ki. Amma əgər kilobaytda, megabaytda, bitdə olsaydı, onu hökmən bayta çevirməliydik. Deməli, S bölünsün nəyə? N vurulsun M-ə. Yəni, S-imiz neçədir? 1800 bölünsün 150-yə. Deməli, buradan sıfırlar getsə, 180-yə 15-ə böləndə cavab alarıq 12. Deməli, mənim kitabım 12 səhifədən ibarətdir. ASCII standartına görə bu kitab 12 səhifədən ibarət imiş. Cavabımızı bu şəkildə alır. Yaxşı, birdən sual olar ki, bu kitabın səhifələrini Unicode'a görə tapın. Unicode'a görə neçə səhifədən ibarət olmalıdır? Deməli belə, biz sizə bayaq demişdik, əgər kitabın həcmi mövcuddursa, yəni məlumdursa, bizim də kitabımızın həcmi 1800 baytdır, yəni məlumdur. Biz kitabın həcmini necə, üzr istəyirəm, kitabın digər parametrlərini necə taparıq? Həmən parametrini ASCII-də hesablayıb, əlavə olaraq 1-də 2-yə bölürük. Məsələn, 12 tapmamışıq, onu 1-də 2-yə bölərəm, taparam ki, bu kitab əslində Unicode standartına görə 6 səhifədən ibarətdir. Deməli belə, biz məsələ tiplərinə baxdıq. Yəqin ki, sizin qarşınıza daha mürəkkəb məsələ tiplərlə çıxar. Amma bu deyək ki, sizin üçün bir baza biliyidir. Siz artıq başa düşdünüz ki, informasiya, sırf simvol informasiyası kompüterin yaddaşında necə kodlaşdırılır. İndi isə belə, simvolların kodlaşdırılmasından danışdıq. İndi isə ədədlərin kodlaşdırılmasından danışaq. Simvollarla ədədlər fərqli anlayışlardır. Çünki simvolların sonu var, amma ədədlərin sonu yoxdur. Ədədləri kodlaşdırmaq üçün sözsüz ki, bir standart yoxdur. Bunun üçün qayda var. Dedik, simvolları kodlaşdırmaq üçün ASCII və Unicode standartı var, amma ədədləri kodlaşdırmaq üçün müəyyən bir standart yoxdur. İndi isə gəlin, ədədlərin kodlaşdırılması qaydasına baxaq. Bir də unutmadan bunu da deyim. Əgər sizə bir mətn verilirsə, alim, elm. Baxın, bu arada bir problem var deyək, yəni boşluq var. Kompüter o boşluğu da bir simvol götürür. Yəni biz hər bir boşluğu da bir simvol götürəcək. Məsələn, bu sözün ASCII-yə görə yaddaşda tutduğu yer nə qədərdir? Bura deyək boşluqdur, bir boşluq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, bu söz yaddaşda 2 söz deyək. Yaddaşda 8 bayt yer tutacaq. Çünki burada boşluğu da nəzərə aldıq. Unicode'da isə 16 bayt yer tutacaq. Əlavə olaraq, əgər bu dırnağın içində verilirsə, yəqin ki, bu sözü digər sözlərdən ayırmaq üçün dırnaq verirlər. Dırnağı nəzərə alınır. Əgər bir dırnaq verilsə, o zaman dırnağı çox güman ki, nəzərə alacaq. Çünki dırnağı sözlərə aid edir. Yəni, dırnaqla yerdə yaddaşda ölçüsünü soruşur. İndi isə gəlin ədədlərin kodlaşdırılmasından danışaq. Ədədlər necə kodlaşdırılır? Yazaq ki, ədədlərin kodlaşdırılması. 2. Ədədlərin kodlaşdırılması. Ədədləri kodlaşdırmaq üçün nədən istifadə edirlər? Dediyimiz kimi standart yoxdur bunun üçün. Konkret bir cədvəl yoxdur. Bunun üçün nə etmək lazımdır? Ədədləri müəyyən qayda əsasında başqa hesablama sisteminə çevirmək lazımdır. Deməli, ədədləri kodlaşdırmaq üçün nə edirlər? Tutaq ki, ədəd verilir. Biz o ədədi ikili say sisteminə çevirməliyik. Məsələn, 10 ədədi verilir. Soruşur ki, 10 ədədi kompüterin yaddaşında necə kodlaşdırılır? Əvvəlcə biz nə etməliyik? 10 ədədidir, onluq say sistemində sözsüz ki verilir. Bu, kompüterin yaddaşında necə kodlaşdırılır? Konkret standart yoxdur. Məsələn, buna deyə bilməliyik ki, burada 1 8 bitlə kodlaşdırılır, 0 8 bitlə. Xeyr. 10 ədədini nə edirik? Çeviririk ikili say sisteminə. Yəni, 2-yə bölürük, alırıq 5, 5 2 10. Qalır neçə oldu? 0. 2-yə bölürük 2, 4, qalır 1.
Yəqin ki, say sistemlərinə keçidi bilirsiniz, bilməsəz də öyrənsəz, say sistemini öyrənəndən sonra bu videoya baxsaz yaxşı olar. 1, 2, 0. Deməli, sonuncu alınan qismətdən, yəni sonuncu alınan qismət 1-dir. Üzü yuxarı, qalıqları düzülən. 1, 0, 1, 0. Deməli, 10 ədədinin ikili say sistemindəki quruluşu belə oldu. Biz buradan aydın görürük ki, 10 ədədi kompüterin yaddaşında 1, 0, 1, 0 şəklində mövcud olacaq. Və buradan bu qənaətə gəlirik ki, 10 ədədi kompüterin yaddaşında 4 bit yer tutacaq. Nəyə görə? Çünki 4 dənə ikili rəqəm şəklində verilmişdir. 4 dənə ikili rəqəm şəklində mövcud olmuşdur. Digər bütün ədədlər kompüterin yaddaşında bu şəkildə kodlaşdırılır. Yəni, 1, 0, 1, 0 şəklində kodlaşdırılır. Bir də üslü qiymətlər var. Məsələn, belə bir hal mövcud ola bilər ki, böyük bir rəqəm, siz onu ikili say sistemindən çevirə bilmirsiniz. Məsələn, tutaq ki, 2 üstü 15 ədədi kompüterin yaddaşında nə qədər yer tutur? Bunun üçün müəyyən bir qayda var. O qayda nədir? Tutaq ki, bizə 2 üstü 15 ədədi verilir, soruşur ki, kompüterin yaddaşında nə qədər yer tutur? Bunu bu şəkildə hesablaya bilərik. 15 deyil, 15 yəni bir vahid artığı ilə, qüvvətin bir vahid artığı ilə, yəni 16 bit yer tutur. Qısa olaraq düstur şəklində yazsa, 2 üstü n ədədi kompüterin yaddaşında n plus 1 bit yer tutacaq. İstədiyiniz ədədin yaddaşını tapa bilərsiniz. 2 üstü 50 ədədi kompüterin yaddaşında 51 bit yer tutacaq. Bu bir qaydadır. Bu düsturu da öyrənməyi unutmayın. Yəqin ki, bu tipli suallar testlərə düşür. Adətən mürəkkəb düstur var. İnşallah növbəti dərslərdə mən onu sizə deyərəm. Hələ ki, o düsturlar lazım deyil. Ehtiyac yox. Bu düsturları bilsəniz bəsdir. Deməli, ədədlərin kodlaşdırılmasından bu qədər çox sadə standart var, simvollar kimi deyil. Ədədin bir qayda, qanunu var, ardıcıllığı var, yəni o şəkildə kodlaşdırılır, bizə çətinlik yaratmır. Ədədi informasiyaları kodlaşdırdıqdan sonra indi isə qrafiki təsvirlərin kodlaşdırılmasından danışaq. Qrafiki təsvirlər necə kodlaşdırılır? Mən burada qeyd edirəm, 3-cü qrafiki təsvirlərin kodlaşdırılması. Qrafiki təsvirlərin kodlaşdırılması. Yaxşı. Qrafiki təsvir deyəndə nə nəzərdə tutulur? Ümumiyyətlə, qrafiki təsvir deyəndə biz adətən şəkillər, çertiyojlar, xəritələr falan bunlar hamısı qrafiki təsvir sayılır. Məsələn, hər hansısa kompüterdə mövcud olan bir şəkil qrafiki təsvir ola bilər. Yəni, şəkillər qrafiki təsvirlərdir. Dediyimiz kimi, qrafiki təsvir necə kodlaşdırılır? Qrafiki təsvirin kodlaşdırılmasında əsasən 2 parametrdən istifadə olunur. 1. Piksellərin sayı. 2. Rəng çalarlarının sayı. Rəng çalarlarının sayı. Deməli, qrafiki təsvirin kodlaşdırılmasında 2 parametr istifadə edildi. Piksellərin sayı və rəng çalarlarının sayı. Deməli, bizim qrafiki təsvirimiz üfüqi və şaquli nöqtələrdən ibarətdir. Yəni, üfüqi və şaquli nöqtələr. Yəni, nöqtə deyəndə əslində pikseldən nəzərdə tutmaq olar. Nöqtə elə pikseldir. Sadəcə olaraq nöqtə, əgər ekran nöqtəsidirsə, deməli, o pikseldir. Yəni, şəkillərdə istifadə edilən nöqtələr, məsələn, üfüqi və şaquli nöqtələr çoxluğundan ibarətdir. Adətən siz hər hansısa bir şəkili kompüterdə böyütdüyünüz zaman şəkil çobudlaşır və onun kiçik-kiçik nöqtələrdən ibarət olduğunu müşahidə edə bilərsiniz. Mən bunu biraz belə geniş çəkirəm. Məsələn, belə deyək, bir qrafiki təsvirdir, belə nöqtələrdən ibarətdir. Və hər bir nöqtənin müəyyən rəngi var. Deməli, pikselləriniz sayı, pikselləriniz var, nöqtələriniz var və hər bir nöqtə müəyyən rəngə malikdir. Yəni, o rəng
həmən təsviri canlandırır. Məsələn, tutaq ki, bizim bir qrafiki təsvirimiz var, belə. Gördüyünüz bu qrafiki təsvir şəkildir. Amma şəkildə məsələn, burada piksellər var. Məsələn, buradakı piksellər qırmızıdır, buradakı piksellər sarıdır, buradakı piksellər ağdır və s. O piksellərə verilən rəng təsviri formalaşdırır. İndi isə necə formalaşdırır, ondan danışaq. Yəni, tutaq ki, bizim qrafiki təsvirimiz yaddaşda nə qədər yer tutur, onun hesablanma üsuluna baxaq. Adətən qrafiki təsvir n vurulsun m, yəni nm ölçülü deyirlər, nm nöqtədən ibarət. Məsələn, nə deməlidir? 10 vurulsun 10 nöqtədən ibarət olan qrafiki təsvir üçün bir hesablama düsturu yazaq. Burada n nədir? M nədir? N deməli olur şaquli nöqtələrin sayı, m isə olur üfüqi nöqtələrin sayı. Deməli, ümumi nöqtələrin sayı nə qədər olur? Bizim şaquli nöqtələrin sayı nə qədərdir? 10 dənə, üfüqi nöqtələrin sayı nə qədərdir? 10 dənə. Qrafiki təsvirin bütün nöqtələrinin sayı nə qədərdir? Şaquli nöqtələrin sayı vurulsun, üfüqi nöqtələrin sayı. Deməli, bizim ümumi qrafiki təsvirimiz 100 nöqtədən ibarətdir. 100 piksel. Deməli, bizim qrafiki təsvirimiz 100 pikseldən ibarətdir. Belə bir sual gördüyümüz zaman soruşsa ki, nə qədər nöqtə var? Deməli, onun ona ölçülü qrafiki təsvirin 100 nöqtəsi var. Hardan tapdıq? 10 vurulsun 10. Və belə bir hal da var. Biz piksellərin sayını öyrəndik. Deyək ki, bizim deyir ki, qrafiki təsvirimiz 128 rəng çalarına malikdir. Bu nə deməkdir? Tutaq ki, bizim hər bir nöqtəni rəngləndirmək üçün müəyyən bir yaddaşa ehtiyacımız var. Əgər biz 128 rəngdən istifadə edə biliriksə, deməli, mənim bir rəngi kodlaşdırmaq üçün nə qədər yaddaşa ehtiyacım var? Biz bir yadımızdadsa demişdik. 128 dənə simvolu neçə bitlə kodlaşdıra bilirik? Eyni qaydadır burada da. 128 dənə nöqtənin 128 dənə rəngi 128 yazsaq 2 üstü 7, çünki bu bir düsturdur. 128, 2 üstü 7-dir. Deməli, 128 rəngi kodlaşdırmaq üçün mənim 7 bitə ehtiyacım var. 7 bit. Deməli, 128 rəngi 7 bitə kodlaşdıra bilərəm. Məsələn, sonra 256 rəngi 8 bitlə, 512 rəngi 9 bitlə və s. Deməli, biz buradan bu qənaətə gəldik ki, hər bir pikselin bir rəngi olur. Əgər mən bu təsviri yaradarkən 128 rəngdən istifadə etmişəmsə, deməli, hər bir nöqtə müəyyən rəng alır və o rəng yaddaşda 7 bit yer tutur. Və əgər olsaydı, mənim təsvirim onun ona ölçülü təsvir olsaydı, deməli, bu təsvirin neçə dənə nöqtəsi var idi? 100 dənə. Və hər bir nöqtə yaddaşda nə qədər yer tutur? 7 bit. Deməli, mənim qrafiki təsvirim yaddaşda 700 bit yer tutacaq. Deməli, qrafiki təsvirin kodlaşdırılma üsulu bu şəkildə olur. İndi isə bir məsələ üzərində göstərək bunu. Necə hesablanır? Tutaq ki, deyir ki, onun 30-a ölçülü qrafiki təsvirdir. Yəni, 10 vurulsun 30 nöqtədən ibarət olan qrafiki təsvir verilmişdir. Və bu qrafiki təsvirdə 64 rəng çalarından istifadə edilir. Yəni, qrafiki təsvir 64 rəng çalarına malikdir. Biz sizə demişdik, əgər qrafiki təsvirim 64 rəng çalarına malikdirsə, bir pikseli rəngləndirmək üçün nə qədər yaddaşa ehtiyacımız var? 64 dənə təsviri rəngləndirmək üçün nə qədər yaddaşa ehtiyacımız var? Sözsüz ki, 64-ü yazırıq, 2 üstü 6. Deməli, bir pikseli rəngləndirmək üçün 6 bitə ehtiyacımız var. Növbəti addımda mənim neçə nöqtəm var? Onun 30-a ölçülü verirsə, deməli, mənim 300 nöqtəm var. Hər bir nöqtə yaddaşda 6 bit yer tutduğuna görə qrafiki təsvirin ölçüsü olur 1800 bit. Bu şəkildə. Yəni, biz əgər 64 rəng çalarına malikdirsə, biz 64-ü 206 yazırıq və onun qüvvətini görürük.
neçə rəng kodlaşdırma olar? Yadınızda saxlayın, 8 bitlə 2 üstü 8 rəng kodlaşdırmaq olar. Adətən, n bitlə neçə rəng kodlaşdırmaq olar? 2 üstü n dənə. Yəni, n bitlə 2 üstü n rəng kodlaşdırmaq olar. Və əksinə necə olacaq? 5 son 2 rəng çalarınız varsa, bir rəng yaddaşda nə qədər yer tutacaq? 5 son 2-ni necə yazarıq? 2 üstü 9. Yəni, əgər mənim 5 son 2 rəng çalarım varsa, bir rəng üçün yaddaşda 9 bit yer ayrılacaq. 9 bit. Bir rəng üçün yaddaşda 9 bit yer ayrılacaq. Əlavə standartlardan danışaq burada. Məsələn, deyə bilər ki, bizim qrafiki təsvirimiz 10 ölçülüdür. Amma RGB rəng çalarına malikdir. Yəni RGB bir standartdır. RGB'nin açılışı Red, Green, Blue. Yəni bu o deməkdir ki, mənim bütün rənglərim Red, Green və Blue'nun birləşməsindən alınır. Red nədir? Qırmızı, Green, mavi, Blue, Green, yaşıl, Blue isə mavi. Yəni bütün rənglər bu üç rəngin birləşməsindən alınmışdır. Daha dərinə getməyək, yadınızda saxlayın. RGB modelində bir rəng, yəni bir piksel yaddaşda 3 byte yer tutur. RGB modeli ilə kodlaşdırsa, mənim təsvirimin bir nöqtəsi yaddaşda 3 byte yer tutacaq. Mənim təsvirim isə onun ölçülüdür, yəni 100 nöqtədən ibarətdir. Deməli, əgər RGB ilə kodlaşdırılıbsa 1.3 byte yer tutur. Onunla ölçülü təsvir yaddaşda vurulsun. 3 bərabərdir 300 byte yer tutacaq. Deməli, RGB təsvirin ölçüsünü bu şəkildə hesablamaq olar. Belə tipli məsələlər də ola bilər. Bunlarda da diqqətli olun. Başqa biraz çətinləşdirək məsələni. Məsələn, deyək ki, 512 vurulsun 128 nöqtədən ibarət olan qrafiki təsvir 512 vurulsun 128 nöqtədən ibarət olan qrafiki təsvir 256 rəng çalarına malikdir. Bu qrafiki təsvir yaddaşda nə qədər yer tutar? Məsələni yazın, sonra yerdə həll edin. Deməli, dediyimiz kimi 512 vur 128 nöqtədən ibarət olan qrafiki təsvir 256 rəng çalarına malikdir. Yaddaşda nə qədər yer tutur? Məsələnin həll edilməsini addım-addım izləyək. Deməli, burada bizə nə verir? 512 və 128 nöqtə. Deməli, ümumi nöqtələrin sayı nə qədərdir? 512 vur 128. 512-ni yazarıq 2 üstü 9. Yəni 512-ni 128-də vurmaq bizim vaxtımızı aparacaq. Onun üçün qısa şəkildə 512-ni 2 üstü 9 vurulsun. 128-də yazarıq 2 üstü 7. Yəni mənim nöqtələrimin sayı nə qədərdir? 2 üstü 16. Bütün nöqtələrin sayı, qrafiki təsvirin bütün nöqtələrinin sayı 2 üstü 16 ədəddir. Yaxşı, 256 rəng çalarım varsa, bir nöqtə üçün yaddaşda nə qədər yer ayrılacaq? 256-nı necə yazarıq? 2 üstü 8. Deməli, mənim bir pikselim yaddaşda 8 bit yer tutur. Və buradan görülür ki, əgər mənim 2 üstü 16 nöqtəm varsa və bir pikselin yaddaşda 8 bit yer tutursa, deməli, 2 üstü 16 vurulsun 8 bit yaddaşda yer tutacaq. Deməli, mənim qrafiki təsvirim yaddaşda 2 üstü 16 vurulsun 8 bit. Nəyə görə vurulsun 8 bit yazdıq? Məsələn, desəydi, bizim 100 dənə nöqtəmiz var. Hər bir nöqtə yaddaşda 8 bit yer tutar. Aydın olar ki, orada 800 bit olacaq. Çünki 100 nöqtə hərəsi 8 bit. Burada isə deyək, 2 üstü 16 dənə nöqtə hərəsi 8 bit. 2 üstü 16-nı 8-ə vururuq, alırıq. 2 üstü 16 vurulsun 8 bit. İndi bunu daha sadə yazalım. 2 üstü 16 vurulsun 8 biti 2 üstü 3 yazalım. Niyə görə? Çünki 8-i 2 üstü 3 yaza bilərəm. Olacaq necə? 2 üstü 19 bit.
Aydındır ki, biz bu biti bayta da çevirə bilərik, megabayta da çevirərik. Və megabayta yox, kilobayta çevirməsə daha dəqiq qiymət alarıq. Və say, yəni üzərində əməliyyat aparmaq artıq sizə düşür. Yəni siz necə istəsəniz onun üzərində əməliyyat apara bilərsiniz. Yəni istəyirsiniz bayta çevirin, megabayta çevirin, kilobayta çevirin. O artıq sizin əvvəlki dərsin mövzusundandır. Deməli belə, biz rəng sisteminin kodlaşdırılmasından danışdıq. Bunu da unutmayın ki, RGB modelində bir piksel yaddaşda 3 bayt tutur. Ən çox düşən sual tiplərindən biridir. Qrafiki təsvirlərin kodlaşdırılmasından danışdıq. İndi isə video faylların kodlaşdırılmasından danışaq. Gəlin baxaq ki, video fayllar necə kodlaşdırılır və onun kodlaşdırıldığı informasiya yaddaşda nə qədər yer tutur? Deməli, 4-cü hissəmiz video fayllar kodlaşdırılması. Deməli belə, video fayllar necə kodlaşdırılır? Ümumiyyətlə, video fayl nədir? Biz dedik ki, qrafiki fayl nədir? Hər hansısa bir şəkil. Video fayl isə bu, bir neçə şəkilin ardıcıllıqla bir-birini əvəz etməsidir. Yəni, belə deyək, bir şəkillərdir. O şəkillər bir saniyədə bir-birinin ardıca əvəz edirlər. Məsələn, birinci şəkil 2, 3, 4. Bu şəkillər bir-birini əvəz etdikdə nəticədə bir animasiya yaranır. Yəni, bir video fayl yaranır. Biz təkcə bir kadrın, yəni bunlar hamısı kadrlardır, bir kadrın ölçüsünü tapdıqdan sonra onun bir kadrın ölçüsünü bütün kadrların sayına vursaq, video faylının ölçüsünü tapmış olaraq. Bir kadr isə adi qrafiki fayl kimi hesablaya bilərik. Məsələn, məsələ tipinə baxaq. Deyək ki, bizim video faylımız 12-10 kadr və saniyə sürətlə işləyir. Yəni, bir saniyədə 10 kadr dəyişir. Yəni, saniyədə 10 dənə şəkil bir-birini əvəz edir. Və bu video fayl 10 saniyə davam edir. Deməli, mənim video faylımda neçə kadr olacaq? Hər saniyə 10 kadr hərəkət edir. Və video fayl 10 saniyə davam edir. Deməli, mənim video faylımda 100 kadr olacaq. 100 kadr olacaq. Əgər desəydi, video fayl 20 saniyə davam edir. Onda deyərdik ki, saniyədə 10 kadr, 20 saniyə 200 kadr olacaq. Və belə bir söhbət də var ki, hər bir kadr, məsələn, hər hansısa bir kadr ümumiyyətlə şəkil. Yəni, şəkillər bir-birini əvəz edir. Onun ona ölçülü nöqtədən ibarətdir və 256 rəng çalarına malikdir. Deməli, bizim video təsvirimiz 10 kadr bölü saniyə sürətlə hərəkət edir və 10 saniyə davam edir. Və həmən kadrların, yəni qrafiki təsvirimin ekranının ölçüsü onun ona ölçülüdür və 256 rəng çalarına malikdir. Bu video fayl yaddaşda nə qədər yer tutur? Əvvəlcə biz bir qrafiki təsvirin, yəni bir kadrın ölçüsünü tapaq. Deməli, onun ona ölçülüdürsə, bizim qrafiki təsvirimizdə neçə nöqtə var? 100 nöqtə var. 256 rəng çalarına malikdirsə, 256-nı 208 yazsaq, aydın olar ki, bizim bir nöqtəmiz yaddaşda 8 bit yer tutur. Deməli, 100 nöqtəm var, 100 nöqtəm də yaddaşda 100 vurulsun 8 bit, yəni 800 bit yer tutar. Deməli, mənim qrafiki video faylımın bir kadr yaddaşda 800 bit yer tutur və video faylım 100 kadrdan ibarət olduğu üçün bir kadr 800 bitdirsə, 100 kadr 100'ü vuraram 800'ə, alaram neçə? 80, 800 min. Deməli, daha doğrusu 80 min. 80 min kadr. 100'ü 800'ə vuranda 80 min bit yaddaşda yer tutar. Deməli, mənim video faylım, həmən bu video fayl yaddaşda 80 min bit yer tutacaq. 80 min biti də bayta çevrilsə, məsələn, bölsək 8'ə olar 10 min bayt. İndi digər çevirmələrdən özünüz istifadə edə bilərsiniz. Gördüyünüz kimi video faylların hesablanması da bu şəkildə gedir. Video fayllarda nəyə diqqət eləməlisiniz?
Bir kadrın ölçüsünü tapdınız və ümumi kadr sayını tapdınız. Bir kadrın ölçüsü ümumi kadr sayına vurmağınız. Artıq bu video dərsimizin də sonuna gəldik. Ümidvaram ki, bizim bu video dərsimiz də sizin üçün həm anlaşıqlı, həm də maraqlı olmuşdur. İnşallah növbəti video dərslərdə görüşərik. Özünüzə yaxşı baxın. Hələlik.